Azərbaycanda avtomobillərin sayı günü-gündən artır. Amma avtomobillər çoxaldıqca özü ilə də əlavə problemlər gətirir. Bu problemlərdən biri də avtomobillərin parklanmasıdır. Qadağan olunmuş yerlərdə parklanma edən hər bir sürücü bilməlidir ki, digər yol hərəkət iştirakçılarının, o cümlədən ictimai nəqliyyatın hərəkətinə mane olur ki, bu da gün ərzində 100 minlərlə insanın mənzil başına vaxtında çata bilməməsinə və tıxaclara gətirib çıxarır. Bakı şəhərində qanunsuz parklanmalar artmaqdadır. Artıq demək olar ki, şəhərin əksər hissələrində yol kənarları, boş yerlər ayrı-ayrı şəxslər tərəfindən zəbt edilir. Yolların kənarları, piyada səkilərində qanunsuz parklanma yerləri yaradılır. Hətta şəhərin bəzi yerlərində dükanların, gözəllik salonlarının, obyektlərin qarşısına qırmızı rəngli maşın saxlamaq olmaz yazılı əşya qoyurlar. Bununla da şəhərdə parking problemi daha da uzanır. Nəqliyyat sahəsi üzrə ekspert Fərid Həşimov Bakı xəbərə açıqlamasında bildirdi ki, obyekt sahibi məkanı qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, bunun üçün müvafiq sənədləri təqdim etməlidir. Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşların hüquqlarını pozaraq ərazini qanunsuz zəbt etmiş olur. Belə hallarla qarşılaşdıqda mütləq aidiyyatı qurumlara müraciət edilməlidir. Həmsöhbətimiz onu da əlavə etdi ki, bugün parklanma problemi tək obyektlərin qarşısında deyil, yaşayış binalarının qarşısında da müşahidə olunur. Belə ki, Bakıda bəzi yaşayış binalarında avtomobil dayanacaqları ilə bağlı ciddi problemlər yaşanır. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer olmur. Binanın sakinləri də məcburiyyətdən avtomobillərini kənar ərazilərdə saxlayırlar ki, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur. Tikilən binalarda mənzillərin sayına uyğun avtomobil dayanacaqları olmalıdır. Ancaq təəssüf ki, bəzi sahibkarlar çox pul qazanmaq üçün bunları nəzərə almır. Bütün bunlar isə tikinti planında öz yerini tapmalıdır. Tikilən binalar tikinti planında öz yerini tapmırsa, həmin layihələr də öz təsdiqini tapmamalıdır. Biznes mərkəzlərinə də eyni tələb olmalıdır.